Bir cümlə işlədirsən orada, deyirsən ki, Əhl-i Sünnətin anası olan xanım Ayşə bint Əbu Bakır. Həmd olsun Allaha. Əhl-i Sünnətin yox, bütün müsəlmanların, iman gətirənlərin anasıdır Ayşə bint Əbu Bakır radiyallahu anh. Allaha həmd olsun. Biz buna fəxr edirik. Biz buna qürur duyuruq. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Sələfi alimi olan Əlixan Musayevin kitablarında Səhih Əl-Buxarinin müxtəsərinə daxil olduğumuz zaman 63-cü kitab olan Ənsarların tərifə layiq xüsusiyyətləri kitabına daxil olanda 14-cü fəsil Peyğəmbərin Salavatullahın Xədicə radiyallahu anhu ilə evlənməsi və Xədicənin radiyallahu anhunun xüsusiyyət üstünlükləri kitabında 1569-cu nömrəli hədis. Rəvayət edilir ki, Ayşə radiyallahu anhu demişdir. Xədicənin bacısı Halə bint Xuveylid Peyğəmbər sallavatullahın yanına gəlmək üçün izin istədi və bu Peyğəmbər sallavatullaha vaxtı ilə Xədicənin izin istəməsini xatırlatdı. Bu səbəbdən Peyğəmbər bərk həyəcanlandı və dedi: "Allahım, bu ki Halədir." Ayşə dedi: "Mən onu qısqandım və dedim: Sən çoxdan ölüb getmiş Qureyş qarılarından olub, dişləri tökülmüş, qırmızı damaq bir qarının nəyini xatırlayırsan? Axı Allah sənə onun əvəzinə ondan daha xeyirlisini nəsib edib." Yəni biz hədisə nəzər saldıqda görürük ki, Peyğəmbər xanım Xədicəni o qədər çox sevirmiş ki, hətta o dünyasının dəyişməyinə baxmayaraq, onun bacısı xanım Halə Peyğəmbərə izin istəyərək gəldikdə onu xanım Xədicəni xatırlayır və xanım Xədicəni zikr edir. Xanım Ayşə də buna baxaraq qısqanır, həsəd aparır və xanım Xədicəni Peyğəmbər yanında pisləyir. Və məlum olduğu kimi ona çoxdan ölüb getmiş, Qureyş qarılarından olub, dişləri tökülmüş, qırmızı damaq kimi ifadələr söyləyir. Burada 8 nömrəlidə İmam Əhmədin Müsnəd əsərində hədisin axırında deyilir ki, qəzəbdən Peyğəmbərin şöhrəsi dəyişdi. Yəni Peyğəmbər qəzəbləndi, incidi, hətta incimək o dərəcəsinə çatdı ki, Peyğəmbər sallavatullahın mübarək şöhrəsi də dəyişdi. Biz Fələq surəsinə nəzər saldıqda Allah Teala buyurur: Bismillahirrahmanirrahim. Qul a'udzu bi rabbil fələq min şerri ma xalaq və min şerri qasiqin izə vəqab. De, sığınıram sübhün Rəbbinə, məxluqatın şərindən, çökən zülmətin şərindən. Resulullah neynir? Allaha sığınır, Allaha pənah aparır. Və min şərri nəfəsəti fi uqud. Düyünləri üfürən zadügər qadınların şərindən. Və min şərri hasidin izə həsəd. Və həsəd apardığı zaman paxılın şərindən. Resulullah sallallahu aleyhi və aleyhi və səlləm Allaha pənah aparır. Daha sonra biz Əhzab surəsinin 57-ci ayəsinə nəzər saldıqda Allah Teala Cəlalın Rəbbi yenə buyurur: Bismillahirrahmanirrahim. İnnellezine yu'zunallahu və rasuluhu la'anahumullahu fid-dunya vel-ahireti və a'da lehum azaban muhina. Buyurulur ki, şübhəsiz ki, Allaha və onun Rəsuluna əziyyət verənləri Allah dünyada və axirətdə lənətləmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır. Hər kim Peyğəmbəri incidərsə, qəzəbləndirərsə, bu qəzəb də incidərsə, Peyğəmbəri həyəcanlandırarsa, Allah nə buyurur? Dünyada və axirətdə lənətlənmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır. Bu qədər sadə. Allaha həmd olsun. Biz buna fəxr edirik. Biz buna qürur duyuruq.